Mirzəyevə Katibə Naib qızı 1958 təvəllüd edilib. Baş və döş qəfəsinin ayağının küt travması subkomatoz vəziyyətlə daxil olmuş. Xəstə tərəfimizdən müayinə olunmuş, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə verilmiş. Növbətçi həkim Bayramov Fərəz Mirzəoğlu. Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə avtoqəza nəticəsində 3 xəstə daxil olmuşdur. Xəstələrdən biri Mirzəyevə Katibə Naib qızı 1958 təvəllüd edilib. Baş və döş qəfəsinin ayağının küt travması subkomatoz vəziyyətlə daxil olmuş. Xəstə tərəfimizdən müayinə olunmuş, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə verilmiş. Hal-hazırda müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti stabil, ağır olaraq davam edir. İkinci xəstə Əliyev Qafil Fikrəddin oğlu, Lerik rayon sakini, başın küt travması, üzün, alnının çox sayılı sılmış yaraları, sol qulağın parçalanması diaqnozu ilə daxil olmuş, xəstə tərəfimizdən müayinə olunmuş, müvafiq cərrahi yardım aldıqdan sonra hal-hazırda cərrahi şöbədə müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti stabildir və nəzarətimizdədir. Üçüncü xəstə Qafarova Gülşən Mirkazım qızı müayinə olunmuş, xəsarət təyin edilməmişdir. Xəstənin vəziyyəti kafidir. Xəstə evə buraxılmışdır.